Taner Hoca çıxışında bəzi həyat dəyişdirən elmi tədqiqatlardan bəhs etdi. Mənim də urologiya sahəsində çox sevdiyim tədqiqatlar var ki, hekayəsi çox gözəldir. Daha da əvvəl anlatmışdım. 100 il əvvəl Amerikalı bir patoloq meyitlər üzərində tədqiqat apararkən görür ki, vərəmli meyitlərdə xərçəng görülmə ehtimalı bir qədər azdır. Və onu 1929-cu ildə bir məqalə halına gətirib yayınlayır. Ardından 30 il keçir, bir başqa xərçənglə məşğul olan immunoloq vərəmli sıçanlara xərçəng hüceyrəsi yeridir və görür ki, xərçəng hüceyrəsi çoxalması zəifləyir və bunu məqalə halına gətirib yayınlayır. Ardından 15 il keçir, bir başqa genetik, yenə xərçənglə mübarizə aparan, tədqiqatlar aparan bir alim, Amerikalı alim, bu dəfə xərçəngli sıçanlara vərəm yeridir və görür ki, xərçəngli hüceyrələrdə kiçilmə göstərilir. Və bunun üstündə 10 il keçəndən sonra Kolumbiyalı, Kanadada yaşayan bir uroloq, Kolumbiya əsilli Kanadalı bir uroloq 7 dənə sidik hissəsi xərçəngi olan xəstəsini ələ alır və sidik hissəsinin içinə vərəm yeridir, zəiflədilmiş vərəm yeridir. 6 həftə müddətində bunu təkrarlayır və görür ki, xəstəliyin irəliləməsində və təkrarlanmasında azalma müşahidə olunur. Və artıq 50 ildir ki, sidik hissəsi xərçəngində əzələyə invaziya yoxdursa, yüksək profilyarasiyalı bir sidik hissəsi xərçəngidirsə, transuretral rezeksiyadan sonra sidik hissəsinə vərəm yeridilir. Artıq bu protokollar halına gəlib və minlərcə insan, minlərcə xəstə bundan fayda görüb. Əgər 100 il əvvəl bir patoloq meyitlər üzərində araşdırma, tədqiqat apararkən bunu görməsəydi və gördükdən sonra bunu yazmasaydı və ardından bir neçə alim bunun üzərinə daha da dərinləşdirib tədqiqatlarını davam etdirməsəydi, bəlkə bunu əldə edə bilməyəcəkdik. Bu çox kiçik bir misaldır. Tibbdə bunun kimi minlərcə misallar görürük, bilirik. Ona görə tədqiqat əslində, yəni bir elm, bir məqalənin kökü budur əslində. Və əlbəttə ki, tədqiqat apararkən fərdi inkişafımız da olur. Bir mövzu üzərində elmi iş aparanda o mövzu üzərində oxuyuruq, araşdırırıq və inkişaf edirik, yəni öyrənirik. Bu inkişaf həmçinin xəstələrimizə təsir edir və elmə faydası olur, əgər tədqiqat yeridiriksə. Və əlbəttə ki, ölkəyə faydası var. Bizim ölkənin bu dünyada etibarlı jurnallarda yayınlanmış məqalənin statistikası olan bir səhifədir. Burada birinci yerdə Amerikanı görürük, ikinci yerdə Çin, üçüncü yerdə İngiltərə. Azərbaycan bu siyahıda 93-cü yerdədir, elmi məqalə yayınlamaq mövzusunda. Tibbə nəzər yetirəndə vəziyyətimiz 106-cı yerə qədər düşür, və yayınlanmış məqalələrin də yarısı demək olar ki, beynəlxalq təşkilatlarla birlikdə icra etdiyimiz elmi tədqiqatlardır. Yəni, misal üçün, UNICEF bir tədqiqat aparır və biz də ona, o tədqiqata data veririksə, bizim də adımız qeyd edilir və bu tədqiqatlar bizim yayınladığımız tədqiqatların yarısını əhatə edir. Bura gəlmədən əvvəl hematologiyaya baxdım. İndiyə kimi cəmi yayınlanmış, etibarlı jurnallarda yayınlanmış cəmi 31 məqaləniz var. Yəni, məqaləniz deyirəm, amma urologiya sahəsi də bundan daha parlaq deyil. 25-30 arasında bir rəqəmdə idi, səhv hatırlamıramsa. Yəni, indiyə kimi etibarlı jurnallarda yayınlanmış Azərbaycandan 31 məqaləmiz var. Mən səhv hatırlamıramsa, hematologiya Azərbaycanda 80 illiyini qeyd etdi bu yaxınlarda. 80 ildə 31 məqalə. 31. Azərbaycandan. Azərbaycandan etibarlı hesab etdiyimiz jurnallardan. Düşünə bilərik ki, biz mi yaza bilmirik? Yəni, biz ölkə olaraq bizim vətəndaşlarımız bunu bacara bilmirmi? Deyil. Bizim ölkədə öz sahəsində qabaqda olan, yəni etibarlı sayılan dərgilərimiz var, jurnallarımız var. Tətbiqi riyaziyyat mövzusunda 20 il əvvəl qurulmuş bir jurnal Q1
qrupuna daxildir və istinad faktoru da 4.6-dır. Yəni, bizim insanlarımız bunu bacara bilər deməkdir bu. Bu jurnal da 20 il əvvəl Rabitə İnformasiya Texnologiya Nazirliyi ilə AMEA və Tətbiqi Riyaziyyat İnstitutu ilə birlikdə qurulub və indi o sahədə ən etibarlı jurnallardan biri sayılır. Yəni ki, ekosistem buna uyğunlaşmalıdır. İndi bayaq Türkiyə dedik, Türkiyədəki akademik karyeranın inkişafı üçün doçent ünvanını almaq üçün məqalə yayınlamalısan. Orada kriteriyalar var. Etibarlı jurnallarda, Q1, Q2 dediyimiz jurnallarda məqalən olmalıdır ki, sənə doçent ünvanı verilsin. Bizdə doçent kriterlərində məqalə yayınlamaq var, amma buna alternativ olaraq bunun təqdim edilir. PhD tələbə yetişdirə bilərsən. Əgər PhD tələbə yetişdirirsənsə, indi sayılarını dəqiq deyil, siz məqalə yayınlamaya bilərsiniz. Və bunun nəticəsində də əlbəttə ki, bizim ölkədəki yerimiz belədir. Məqsədimiz bayaq vurğuladım, mövcud olan biliklərin genişləndirilməsi, yenilərin əldə edilməsi, elmi fərziyyənin yoxlanılması, bir məqalə, bir elmi tədqiqat apararkən bir mövzu seçirik, o mövzuda araşdırmanın öncə seçilməsi əhəmiyyətlidir, sonra o mövzu haqqında ədəbiyyatı oxuyuruq, sonra hipotez oluşdururuq, sonra araşdırmanı planlayırıq, araşdırmanı aparıb, ardından məqalənin yazılması və yayınlanması gəlir. Bu uzun prosesdir, bu vaxt tələb edir, bunun qarşılığı bəzi ölkələrdə verilir, əlbəttə ki, ünvan olaraq, təşviq olaraq, bu səbəblə bu hobbi olaraq bunu etmək mümkün deyil, çox çətindir. Maraq ixtisasımıza uyğun olmalıdır. Yəni, mən bir uroloq olaraq hematologiyaya aid bir tədqiqat apara bilmərəm. Ona görə ixtisasını uyğun seçməliyəm. Başqaları tərəfindən də maraq göstərilməlidir. Yəni, başqa hematoloqlar da tərəfindən də maraq göstərilməlidir. Original olmalıdır, yəni yeni məlumatlar olmamalıdır, təkrarlanmamalıdır və ya ölkədəki məlumatlar olaraq təkrarlana bilər. Yəni, beynəlxalq yayınlamış bir məqalə var, amma Azərbaycandakı statistikanı bilmirik. Bunu yayınlaya bilərik. Müzakirəli mövzunun aydınlaşdırılması ola bilər ya da hər hansı bir problemin həlli məqsədi ilə bir elmi tədqiqat aparıla bilər. Bu mövzuda elmi yetərliyimiz olmalıdır, mövzuya hakim olmalıyıq, epidemiologiyanı bilməliyik, datanı düzgün toplamalıyıq və əlbəttə ki, statistikasını düzgün icra edilməlidir. Biz klinik işlərlə məşğul olan mütəxəssis olaraq hər zaman statistika ilə məşğul olmuruq və bu sahədə zəif ola bilirik. Bunun üçün bu işlə məşğul olan mütəxəssislər var, mütləq onlara müraciət edə bilirik. Və bunu əlbəttə ki, vəzifə olaraq görməliyik. Yəni, daha doğrusu vəzifə olaraq bu önümüzə gəlməlidir. Yəni, bir məqalə yayımlayaq kimi fikir olaraq bunu davam etdirmək çox çətindir. Ona görə institutlar, universitet xüsusilə əgər bu mövzuda kafedra varsa, dəqiq bilmirəm. Bizim Tibb Universitetində hematologiya kafedrası varmı? Yoxdur. Yəni, mövzu seçimi necə olmalıdır? Cəmiyyətlərə üzv olmalıyıq. Mən gəlmədən öncə hematologiya cəmiyyətlərinin web səhifəsinə baxdım. Çox gözəl cəmiyyətləriniz var və orada da müxtəlif guideline-lar var, ədəbiyyatlar var, kitablar var. Konferanslara qatılmaq mümkün mərtəbə davam etdirməliyik, konferanslara qatılmalıyıq. Əgər qatıla bilmiriksə, konferanslarda yayınlanmış abstraktları, məqalələri web səhifələrindən izləyə bilirik. Onlar hamıya açıq olur və onları oxuyarkən ağlımıza yeni tədqiqat mövzusu hər zaman gələ bilir. Mentorlar. Bizim ölkədə məncə ən böyük əksiyimiz mentorun olmamasıdır ya da az olmasıdır. Mentor bir mövzunu sizdən daha yaxşı bilməlidir və sizə yəni dəstək verməlidir. İndi bilmirəm, bunu necə ifadə edim. Mənim mentorum olub. Mən Türkiyədə təhsil almışam, Ankara Universitetində təhsil almışam. Orada çox gözəl iki mentorum olub. Hər zaman daim onlara minnətdaram. Ağlıma bir fikir gələndə onlarla müzakirə edirəm. Onların mütləq ağlına bunun üstünə bir fikir gələ bilir. Sizə məsləhət verə bilirlər. Əgər mentor yoxdursa ölkəmizdə, qonşu ölkəyə müraciət edə bilərik və elmi cəmiyyətlərdəki oradakı mütəxəssisləri yaza bilərsiniz. Ya da konferanslarda qarşılaşıb nə mövzuda tədqiqat apara bilərəm. Mənim xəstələrim hemofiliya xəstələrdir, misal üçün. Mən nə tədqiqat apara bilərəm, sualını onlara verə bilərsiniz. Onlara mütləq sizə fikir bildirəcəklər.
Müxtəlif elmi məqalə növləri var. Review, research article, case study və abstraktlar. Bunları yazarkən yazmanın qaydası da var, bu məqaləni yazmanın. Bunlara toxunmayacağım, amma belə bir web səhifəsi var ki, məqalə növünü seçdikdən sonra məqalə necə olmalıdır, strukturu necə təşkil olunmalıdır, onun rəhbərlikləri var içində. Və o rəhbərlikləri içinə daxil olanda, o rəhbərliklər bizə məqalə strukturu haqqında bütün datanı verir. Yəni, başlıq necə olmalıdır, abstrakt necə olmalıdır, nəticələr necə yazılmalıdır və s. Məqalə yayınlamaq çətindir, tədqiqat aparmaq vaxt tələb edir, maliyyə tələb edir. Amma ümid edirəm ki, bir sonraki konferanslarda o statistikanı fərqli rəqəmlərlə burada təkrar ifadə edərik və qürur duyarıq. Təşəkkür ederim.